Greenfield çaylarının sponsorluğu ilə balıq ovu davam edir. Vay be. Bunun tərkibində kafein çoxdur da. Deyir, özünə rəva bilmədiyi, başqasına rəva bilmə. İllərdir bundan istifadə edirəm. Mən çöldə qalmışam, gecələmişəm. Hələ çoban indi gəlir. Malqara indi gedir hələ şeyə. Hələ o birisi qarmaqları yoxlamamışam. Bir deyə bobla çıxıb. Əsirlikdən çıxıb hələ bir. Sudan yox, əsirlikdən çıxıb. Qışdır da. Balığa həm oksigen çatmır, həm yem çatmır. Bu həyat elə qurulub ki, biz sağ qalmaq üçün işləməliyik. Heç kimə möhtac olmamaq üçün. Düzdür, ruzini verən Allahdır. Но biz o kak belka v kolесе, o dələ təkəri fırladan kimi işləməliyik. Tək onunla bitmir, məişət qayğıları. Onu düzəlt, bunu düzəlt. Bunu qaydasına sal, sahmana sal. Və ömürcün məhkumluq kimi keçir. Özünə vaxt ayırmaq indiki zamanədə çox çətindir. Və bir gün, para gün belə fürsət düşəndə hələ bil ki, məhbusu bir günlük bayra buraxarsan, həmən effekt yaranır. Biz çalışırıq ki, hər şeyi çatdıraq, həm dincələk, həm məişətdə krant xarab olub, onu düzəlt. Nə bilim, şağın dərsləri ilə maraqlan. Ona görə də vaxt elə defisit olur, vaxt elə çatışmaz olur. Çox vaxt gecə ova gəlməyimin, gecə balığa gəlməyimin səbəblərindən biri də budur. Çünki həyat sürətləri bindi. Dərinliyinə getmirəm ki, tay. Quranda da var ki, qiyamətə yaxın, qiyamətə yaxın zaman sürətlənəcək. Və necə deyərlər, elə yaradan özü demişkən, zaman Allaha məxsusdur. Yəqin belə buyurub ki, vaxtın qədrin daha yaxşı bilək.